Demək uşaqlar, biz bugün ümumiləşdirici tapşırıqları izah edəcəyik. Ümumiləşdirici tapşırıqlarda bildiyimiz kimi isbat sualları da var. Həmçinin sahə ilə bağlı digər suallar da var. Yəni, sahə deyəndə burada trapesiyanın, üçbucağın, rombun, paralelogramın, düzbucağının və kvadratın sahəsini öyrənəcək bu dərsdə. Öyrənəcək, daha doğrusu öyrənmişik, sadəcə onları ümumiləşdirəcək. Birinci sualımız, ilk sualımız. Bizə verilib, uşaqlar, şəkil belə verilib. Diqqətlə baxaq. Müəyyən şeyləri özü hazır verib, düzdür? Biz ondan istifadə edib qaydaları, yəni əvvəlcədən dediyimiz qaydaları isbat edəcəyik. Fikir verin, bura M, bura L, sonra bura A1'dir. Bura A2 düz xəttidir. Yəni bu hissə yox ha, bütün bu düz xətt A1, A2 düz xəttləridir. Sonra bura N'dir. Bura P'dir. K'dır və R'dir. Nöqtələri qeyd elədik. Şərtdə bizə nə deyir? Deyir ki, burada fiqurlara baxın. Fiqurlara baxın. MNP, bağışlayın bir dəqiqə. Yox, iki dənə fiqur verib. LMNP, görə bilirik. LMNP, bu trapesiyadır. Bizə deyir ki, LMNP, yəni bu trapesiya kongruentdir. KP, burada nəsə adlandırmada biz səhv eləmişik, onları səhv edib. KRPN, KRPN ilə bərabərdir. Bizə nə deyir burada? Yəni, elə bir şərtdə, elə bir şərtləşmədə bizdən isbat etməyimizi istəyir ki, S, L, M, N, P dördbucaqlısı, yəni trapesiyası bərabərdir 2'də 1 H vurulsun A1 üzərinə gəlsin A2. Sualın oxunuşunda mən ümumi dedim ki, bura A2. Bu düz xətt A2 düz xəttidir. Yəni ona diqqət edin. Düz xəttdən yox, buradan söhbət gedirmiş. Bir dəqiqə. Buradan söhbət gedirmiş. Dedik ki, bura yox, ora yox. Elə məhz budur. Bəs digəri hansıdır? Digəri A2'dəki bu yuxarı hissədir. Fikir verirsiniz, bura. Bizə deyir ki, sən sübut elə ki, bu da H-dır da hündürlükdür. Sübut elə ki, bu trapesiyanın sahəsi nəyə bərabərdir? A1 üstə gəlsin A2 bölünsün 2 vurulsun H-a bərabərdir. Düzdür? Biz onu sübut eləməyə çalışarıq indi. Yadınıza gəlirsə paralelogramın sahəsini tapa bilirik. Yəni paralelogramın sahə düsturu necə idi? S bərabərdir A vurulsun H A, bəli. Yəni burada AH yazıram çünki fikir verin, bu fiqur özü paralelograma indi tamamlanacaq necə? Ondan da danışacaq. Paralelogramın sahəsinin bu olduğunu bildik. AH. İndi bizə şərtdə verib ki, bax bu buradakı iki trapesiya rənglədiyimlə digəri. Bunlar kongruentdir, düzdür? Bunların kongruentliyi nə vaxt mümkündür ki? Bu xətt ortaqdır, düzdürmü? Fikir verin. Həm də perpendikulyardır, hündürlükdür. Sonra bu tərəf bu tərəfə bərabər olsa, bu tərəf bu tərəfə bərabər olsa, buraya bərabər olsa və hündürlüklər də nə olsa, eyni olsa. Təbii ki, bunlar nədir? Trapesiya deyir. Deyir ki, trapesiyalar. Trapesiyanın oturacaqları paraleldir. Paraleldirsə bu düz xəttlər paraleldir bir-birinə, düzdür? Yəni, hündürlüklərin bərabər olması şərtdir. O zaman biz nə edirik? Bu yenə deyirəm, bu xətt elə bir ki, bunu iki kongruent fiqura bölüb onu göstərməyə çalışırıq.
Onu da çalışmırıq ha. Onu verib, ondan istifadə edib sahəni tapılmasına gedəcək. Biz sahə aksiyonlarında nə demişdik? Demişdik ki, bərabər, yəni kongruent fiqurların sahələri bərabərdir. Düzdür? O zaman bu sahələr bərabərdir. Bizə də fiqurların kongruentliyi verilmişdi. Verilmişdi ki, nə? İndi mən oradakı kimi adlandırmıram. Nə görürüksə MNPL kongruentdir. M'dən başlamışam axı. Burada da R'dən. R sonra MN dedim. RP NK. Bunu verib, şərt bizə verib. Bizdən tələb bunların bərabərliyi isbat eləməkdirsə, biz burada yazılan bu düstur var ha. Gəlin birinci buna gələk. Əgər bunlar kongruentdirsə, uşaqlar, bu bucağın da bu bucağa, bunun bu birisinə, bunun buna və buradakı bucaqların da bir-birinə kongruent olması zəruridir, bərabər olması zəruridir. Yəni onlar bərabərdirsə, əgər bu bucaq, baxın, bu bucaq bu bucağa bərabərdirsə, fikir verin, bu bucaq da bu bucağa bərabərdirsə, biz nə deyə bilərik? Qarşı tərəflər, bu tərəflə bu tərəf paraleldir, düzdür? Qarşı bucaqlar da bərabərdir. İki tərəfi paralel, qarşı bucaqları bərabər. Bu iki tərəfin paralelliyini də sübut edə bilərik, yoxsa yox? Ha, əsər edək. Kim deyər? Necə sübut edə bilərik? Bu xətlə bu xət paraleldir. Bu bucaqla bu bucağın cəmi 180 dərəcədir. Bu bucaqla da bu bucağın cəmi 180 dərəcədir, düzdür? Yəni bir tərəfə bitişik bucaqların da cəmi 180 dərəcədir. Amma bu bizə biz deyə bilirikmi bununla bu paraleldir? Hələ deyə bilmirik. Amma bir şey deyəcəm. Bu bucaq və bu bucaq burada nədirsə, burada da bu bucaq odur, düzdür? Bunlar bir-birinə paraleldir və bunların da bu bucağın bərabərliyindən biz ala bilirik ki, bax fikir verin, bunun uyğunu hara keçir? Bura, düzdür? Əgər bu buna bərabərdirsə, dolayısıyla bucağa niyə getdik? Hər şey hazır ikən. Kongruentliyi vermişdi, bucaqlar bərabərdir vermişdi, bunun buna bərabərliyi verilib, bunun buna paralelliyi verilib, sonra bu bura bərabərdir, bu bura bərabərdir. Əslində, bax, qarşı tərəfləri paralel və bərabərdir. Bu iki tərəf paralel və bərabərdir, düzdür? Sonra, paralel düz xəttlər arasında qalan, bax, bunu indi belə uzadıram, diqqətlə baxın. Çox danışdım, biraz fikirdən qaçdım. Bu bucaq, bu bucaqla bu bucaq bərabərdir, düzdür? Baxın diqqətlə. Bu bucaqla bu bucaq bərabərdir. Bunu bilirdik. Üç bucaqların, fiqurların kongruentliyindən, trapesiyaların kongruentliyindən. Onda bu bucaq da bu bucağa bərabər olar. Çünki bunlar çarpazdır. Burada artıq net olaraq deyə bilirik ki, eyni bir düz xəttə kəsişirlər axı, düzdür? Burada yaranan uyğun bucaqlar bərabərdir. Uyğun bucaqlar bərabərsə avtomatik bunlar da paraleldir. Bunlar paralel olandan sonra bunun paralelogram olmasını deyə bilirəm. Tam çatdığı nə dedim? Yəni bunun paralelogram olması üçün bunların paralelliyi verilmişdi. Bunların paralelliyində sübut elədim. Hardan istifadə elədim? Bir, fiqurların kongruentliyindən və sübut elədim ki, kongruentliyindən sonra bunu aldıq. Bunların bərabərliyini aldıq və bunun çarpazını burada yaratdım, bu xətti uzatdım, düzdür? Və oradan sübut elədim ki, əgər bu bucaqla bu bucaq bərabərdirsə, eyni zamanda bu bucaqla da bu bucaq bərabərdirsə, o zaman bu bucaq elə bu bucağa bərabərdir. O da ki, paralel düz xəttlərin kəsənlə əmələ gətirdiyi uyğun bucaqların bərabərliyi deməkdir. Yəni bu düz xəttlər paraleldir. İsbat elədik ki, bu fiqur trapesiya, paralelogramdır. Paralelogramdırsa, o zaman bunun sahəsi necə ölçülür? Təbii ki, təpədən tərəfə çəkilmiş hündürlük hasilinə, düzdür? Tərəf nədir? Bax, bura A1-dir,
Bura A2'dir kongruentlikdən. Bura A1'dir. Bura A1'dir. O zaman paralelogramın bütöv tərəfi olur nə? A1 üstə gəlsin A2. Düzdür? Və bunun sahəsi bərabər olur. S bərabərdir. Ələskər bax, paralelogramın sahəsi nə idi? Təpədən tərəfə çəkilmiş hündürlüyü ilə həmin tərəfin hasili. Yəni A, HA və yaxud B, HB. Düzdür? O zaman nə deyirik? Deyirik ki, H vurulsun, A1 üstə gəlsin A2. Sənin buradakı A', A1 üstə gəlsin A2 deməkdir. Tərəf. Düzdür? O zaman nə deyirəm? Deyirəm ki, bunlar kongruentdir, sahələri bərabərdir. O zaman bunların hər birinin sahəsi, yəni S' olsun. Bu da bu və yaxud bu birisi bərabər olacaq ümumi sahənin yarısına. Yəni 2'də 1 H vurulsun, A1 üstə gəlsin A2. Bunu bu 2'də 1'i burada yox. Buradan silsəm, buraya yazsam nə dəyişəcək ki? S nə elə deyil. Onda A1 üstə gəlsin A2 bölünsün 2 vurulsun H. Trapesiyanın sahə düsturu trapesiya bax. Yalnız iki tərəfi paraleldir. Bunlar paraleldir. Bununla bu paralel deyil. Burada ştrixlədiyim yerdə trapesiya yanında düzdür. Bu trapesiyanın sahəsi bu düsturla hesablanacaq. Biz burada şu şərti sübut edə bildik. Ya belə ya belə də yazdım. Mən əvvəlcə belə yazmışdım. Düsturda da belə yazdım. Bunlar arasında heç bir fərq yoxdur. Sadəcə olaraq bunları vurduq sürətə və yaxud H-ı ayrı yazdım. Yəni nəsə. Dəyişən yerdə heç nə yoxdur. Bundan bu eyni ifadədir. İspat edə bildik. Keçdik ikincisinə. İndi burada uşaqlar biraz məsələnin şərti ilə tanış olmamışdım deyə. Şərtlə tanış olana qədər biraz fikirləşdik onu. 2 nömrəli suala baxın. 2 nömrəli sualda yenə ispat verildi. Belə deyil. Görürsünüz. İsbatdır. Bunu saxlamağa ehtiyac varsa silə bilərəm. Keçdik. 2 nömrəli sualda nəyin isbatını istəyir uşaqlar? Baxın. Məhəmməd nəyin isbatını istəyir? Aha. Trapesiya. Trapesiyanın nəyini? Yenə sahə düsturunu, düzdür? Amma bu dəfə bir başqa cür istəyir. Doğrudurmu? Mən də trapesiyanın sahə düsturunu bir başqa cür ispat edə bilərəm. Bir dənə indi ağlıma gəlmişkən onu yazdım, sonra bunu yazacağım. Bir dənə baxın. Hər hansı bir trapesiya çəkirəm. İxtiyaridir. Bərabər yanlı falan, düzbucaqlı heç nə deyil. İxtiyari trapesiyadır. Görüntümüz normalda görünür. Burada A, burada B, düzdür. Və burada nə edirik uşaqlar? Buradan bir hündürlük çəkirəm. Eyni qaydada buradan da hündürlük çəkirəm. Fikir verə bilirsiniz. Gəlin indi belə eləyək. Buna deyirəm X bu balacaya. Buna deyirəm A'dırsa burada A deyirəm. Buna deyirəm Y. Buradan bu B'ni silirəm, qoy qarışdırmayaq. Belə yazıram. Yəni B bunların toplamıdır. İndi diqqət edin. Bu paralelogramın trapesiyanın sahəsi. Biz sübut eləməyə çalışırıq ki, S bərabərdir 2'də 1 A üzərinə gəlsin B vurulsun H, bu da H'dır da. Düsturu ilə hesablanır, elə deyil. Bunu ispat eləməyə çalışırıq. Yazıram ayrı-ayrı sahələr. Bura S1 yazıram. Bura S2 yazıram. Bura S3 yazıram. Yazdım. Daha sonra nə edirəm? S1 və S3 üçbucaqlardır, elə deyil. S1 buradakı nədir? Düzbucaqlıdır. Kvadrat da ola bilər, ondan işimiz yoxdur. H-aya bərabərdirsə. S1 bərabərdir. Düzbucaqlı üçbucağın sahəsidir. Bilirik düzbucaqlı üçbucağın sahəsinin tapılması. Katetlər asidinin yarısı. 2'də 1 H vurulsun Y. Yaxşı, S2 nəyə bərabərdir? Burası A, burası H. Eni uzunluğu.
AH. Bəs S3 nəyə bərabərdir uşaqlar? Siz deyin. 2'də 1 vurulsun x vurulsun h. X vurulsun H. Yaxşı dostlar, bunları mən tərəf-tərəfə toplasam, ümumi S alaram trapesiya. Bərabərdir. Neynirəm? 2'də 1, düzdür? A neydi? A'nı silək. H vurulsun Y. Üzərinə gəlsin. Bu AH'ın yerinə uşaqlar 2'də 2 AH yaza bilərəm. 2'də 2 nə deməkdir ki? 1. Üzərinə gəlsin 2'də 1 nə? X H. Bu da bərabərdir. 2'də 5. Dostlar fikir verin bura. Fikir verin bura. 2'də 1'i çıxardıram mötərizə xaricinə. Daha sonra H-ı da çıxardıram. 2'də 1 H vurulsun. Nə alıram? Diqqətlə baxın. Y üstünə gəlsin. A. Amma 2A'dır da. 2A. Üstünə gəlsin X. İndi belə edirəm uşaqlar. 2A'nın bu ikisini silirəm. Bunu bir qruplaşdırıram. Bir dənə də üstə gəlsin A yazıram. Yaza bilirəm. Və biz burada şəkildə göstərmişdik. Y, A və X'in cəmi nədir? B'dir. Gətirib yerinə yazırıq. 2'də 1 H vurulsun. B üzərinə gəlsin A. Və yaxud A üzərinə gəlsin B. Toplananların yerini dəyişə bilərik. Nə aldıq uşaqlar? Nə müşahidə elədiniz? Trapesiyanın saat üstü ispat olundu, düzdür? İstəyirsiniz bunu A eləyin. Əgər beynimizdə bir narahatçılıq yaradırsa. Normalda yaratmamalıdır, çünki biz yer dəyişmə xassəsi bilirik ki, toplananların yerini dəyişəndə cəm dəyişməz. Amma gözünüzə yaxşı görünmürsə yerini dəyişir. Bu oldu ikinci məsələ. İkinci məsələ demək buna. Ulduz deyək. Bu bizim özümüzün koyduğumuzdur. İkinci məsələyə baxaq. Dostlar, ikinci məsələdə verilənlər belədir. ABCD trapesiyadır. Bir dənə trapesiya verilib bizə. Sonra başqa nə verilib orada? Başqa verilib kongruent dördbucaqlılar. Düzdür? Y, B, C, F və H, G, D, F. İndi biz yenə də onlardan istifadə edərək ABCD trapesiyası üçün düstur çıxartmağa çalışacağıq. 2 dənə trapesiya, bir dənə düzbucaqlı. Baxaq görək. Silə bilərəm bunu. Bunu silək. İsbatlardır da. Əslində siz bu isbatları biləndən sonra bu tip məsələləri də görəndə rahat əldə edirsiniz. Bax bunu yəni isbat eləmirsən. İsbat eləmirsən, o tip nə qədər məsələ çıxsa qabağına, sən onun artıq yolunu bilirsən. Və baxan kimi də biləcəksən ki, bu formadandır. Ya deyil. İndi yazaq burada. Yazırıq. Trapesiyamız belə verildi uşaqlar. Nəsə vermişdi, bərabər yanlı falan filan. Heç nə verməmişdi, düzdür? Yəni şərtdə bir şey demir. Demirsə, şəkli əsaslarını nəsə deyənmərəm. Orada şəkildən görünə bilər nəsə bərabərlik. Bir dənə şərt verilib ki, BC bərabərdir. Bax, oradan nəsə çıxacaq indi. Bura baxarıq. Bunun elə edək ki, tən ortasından getmiş görünsün. Daha yaxşı olacaq. Bura Y. Bura F. Bura H. G. D. A. Burada dostlar B və C. Burada A2 yazıram. Burada A2 yazıram. Burada A1 yazıram. Düzdür? A1'i yazandan sonra demək bizə lazım olan nədir? Bunları da göstərək. Baxın bura. Fikir verin. Bunları göstərəndən sonra
Bunun buna bərabərliyin, bunun buna bərabərliyin bilirik. Başa Yaxşı, əslində burada da balaca fiqurlar yaranıb, onlar görək nədir, onlardan da danışaq. Bu trapesiyanın sahəsini axtarıram. Bu trapesiyanın sahəsini axtarıram. Mənə köməklik eləyəcək bu hündürlük. Bu hündürlüyü ona görə əvvəlcədən elə çəkib bura qoyublar ki, yəni biz bunu axtarmayaq. Burada bir şey də göstərir. Bax, əslində bundan bir işarə vermək istəyir. Yəni sən şərtdən qaçırtmısansa, şəkildən gör. Şərti orada qaçırtmışıqsa. Şəkildə nə deyir? Deyir ki, bu dördbucaqlı ilə, yəni bu trapesiya ilə bu trapesiya bərabərdir. Bərabərdir, yəni kongruentdir də fiqurlar üçün deyirik. YBCF, YBCF. Kongruentdir. Nəyə? Digərliyini adlandıraq. HGDF. HGDF. Dostlar, bunu verib, özü verib. Bunlar bir-birinə deyir kongruentdir. Sən nə ispat elə? İspat elə ki, bura A2, bura A1, bura H-dırsa trapesiyanın sahəsi 2də 1, A1 üstəgəsində A2 bölünsün. Daha sonra 2də 1, H vurulsun A1 üstəgəsində A2 və yaxud A1 üstəgəsində A2 bölünsün 2 vurulsun H. Düzdür? Bunu ispat etmək üçün çalışırıqsa, neyniyəcək? Yəni, niyə bunu dedi ki? Niyə bu yolla dedi ki? Bizə nə demək istəyirdi burada? Kim deyə bilər? Bu görünən nədir? Bu tərəfin ortasından keçib. Bu da tərəfin ortasından keçib. Düzdür? Bu trapesiyanın nəyidir? Orta xətti. Yəni A2 üstəgəlsin A1 bölünsün 2 bərabərdir orta xəttə. Bunu hələ ki yadımızda saxlayaq. Düzdür? Sonra orta xətti biləndən sonra nəyi axtarırdıq biz əslində? Bunların da kongruentliyin verib baxır. Burayla bura bərabərdir. Orta xətt buna bərabərdir. Sonra bura A2'dir. A2'dir. Və burada A1'dir. Düzdür? Diqqətiniz burada olsa, görə biləcəksiniz. Bunun sahəsi nədir? Bu fiqurun sahəsini tapmaq üçün ümumiyyətlə biz nə edə bilərik? Bu paralelogramın sahəsini tapmaq üçün. Buradan bir dənə hündürlüyü endirərəm. Tamam, fərqli bir şey yanaşıram, bax. Bilməm, indi normalda ayrı vaxtda ayrı cür yanaşardıq, amma belə edirəm. Bura H bölünsün 2 olur. Nəyə əsasən? Bu gedir hündürlüyü yarı bölür. Düzdür? Orta xətt isə tərəfləri də yarı böləcək, hündürlüyü də yarı böləcək. Yəni bu aralıqda qalan istənilən parçanı yarı böləcək. Düzdür? O zaman bura H bölünsün 2 yazdım. Mən nə görürəm burada? A1 və A2'nin cəmi. Biz burada bir şey, sadəcə olaraq bir şeyə baxarıq. Demək, bu paralellikdən bu bucağın bu bucağa kongruentliyini, düzdür? Diqqətlə baxın ora. Sonra bunların kongruentliyini, daha sonra bu bucağın da bu bucağa kongruentliyini bilərik, düzdür? Əgər verilməyibsə, bax biz burada orta xətt kimi çəkdik də, düzdür? Orta xətt onsuz da oturacaqlara paralel olacaq, bu xəttin paralel olduğunu bilirik. Bir dənə bunun da buna paralel olduğunu sübut eləyək, işimiz həll olunsun, bitsin. Nətər eləyək onu uşaqlar? İndi rahatlıqla göstərərik. Bu bucaq bu bucağa bərabərdir, qarşılıqlı bucaqlardır. O zaman bu bucaq bu bucağa bərabər olacaq, düzdür? Fikir verin. Bu bucaq bu bucağa bərabər olacaq. Adlarını demirəm, göstərirəm onsuz da. Vaxtımız yetməsin. Sonra bu bucaqla bu bucaq uyğun bucaqlar olduğu üçün axı bu orta xəttdir. Oturacağa paraleldir. Bu da kəsəndir. Uyğun bucaqlar bərabərdir. Elə? Uyğun bucaqlar bərabərsə bu buna bərabər, bu da buna bərabər. Düzdür? Bu bucağın bu bucağa bərabər olduğunu sübut elədik. Bunun da buna bərabər olduğunu asanlıqla sübut eləmək olar. Və nə deyirik? Qarşı bucaqları bərabərdir. Eyni zamanda
Dostlar, bu bucağa paraleldir, kongruentdir. Sonra sübut eləyəcəm ki, bunu belə uzadacağım və yaxud da ki, bununla bunun cəminin 180 dərəcəsindən sübut eləyəcəm ki, GH-la AE nədir? AE paraleldir GH-a. Görə bilirik inşallah. AE paraleldir GH-a. Dedim ha, əsaslarını dedim, bir də demirəm. Onda bu fiqur paralelogramdır. Yəni biz bunu nə etməliyik? Bunu birinci paralelogram kimi tanımalıyıq, ondan sonra sübut eləməliyik. Paralelogram kimi tanımıram, oxşadıram. Amma paralelogram olduğunu isbat edəmirəm, isbatım yarımdır. Paralelogram olduğunu isbatlamalıyam. Paralelogramın sahəsini bilirsən. Bilirsən, dəlildir, söykənirik ona, əsas veririk trapeziya üçün. Düzdür? Nə deyirəm? H bölünsün 2, düzdür? Vurulsun A1 üstə gəlsin A2. Bu da paralelogramın sahəsidir. Və şərt özü vermişdir ki, bununla bu bərabərdir. Düzdür, kongruentdir fiqurlar. Bunu götürüb kəsdən bura qoysam, onda bu sahə eyni şey olacaq. Yəni S trapeziya ilə S paralelogram bərabər olacaq, elə deyil. O zaman biz nə elədik? Əsaslandıra bildik inşallah. Təklifi isbat elədik. Bəli. Biz artıq üçüncü üsulla da, əslində burada yenilik eləmədik. Üçüncü üsulla da bunu sübut elədik ki, demək ki, biz sahələrə bölməklə, bir paralelograma tamamlanmaqla və yenə də paralelograma tamamlamaqla. İnşallah biraz üstdən yazmışam. İndi əslində nöqtələr görünür oradan. Azca bunu qaldıraq ki, daha yazdıqlarımızın hər biri görünsün. Yaxşı. Növbəti sualları indi ispat sualları deyil. Bunları yazarıq, bunları da qeydə alarıq.